Salamlar, saygılar, əziz, hörmətli izləyənlər. Hər vaxtınız xeyir olsun. Yeni bir proqramla sizi xidmətinizdeyirik. Dostlar, İranda baş verən olaylar çox bizi də sarsıdır ki, millətimiz ən ağır vəziyyətdə qalıbdı, çətinliyə məruz qalıbdı, günahsız insanlar ölür. Biz heç vaxt müharibənin tərəfdarı deyilik. Amma bu cinayətkar rejimin də siyasətidir ki, bu günləri bu millətimizi, bu xalqımızı gətirib bura çıxardıbdır. İnsanları gətirib bura bu həddə çatdırıbdır ki, bombalar başlarına yağır. Təbrizdə, Tehranda, Minabda uşaqlar, balaca uşaqlar, mədrəsə uşaqları, məktəb uşaqları bombalara məruz qalır. Bu hakimiyyətin siyasətidir ki, bizim xalqımızı, bizim millətimizi nəhayəti gördük bombalar altında, başlarına bombalar yağır. Buna baxmayaraq ki, tək Azərbaycan deyil, elə Məşəddə, Tehranda, İsfahanda, Şirazda, Təbrizdə, bütün İranın bütün nöqtələri atəş altındadır, od altındadır, bombalar altındadır. Çox maraqlıdır. Bir hakimiyyət ki, onun rəhbəri əmniyyət hiss eləyə bilmir. Bunlar necə 40 il, 47 il hakimiyyət sürüblər? Aha, rəhbər olan yeri bunlar casuslar cad olubdur. Və bunların o pıllar ki xərcləyiblər, deyirdilər 17 dənə təhlükəsiz beqoğlu ittilatımız vardı. İranda işləyir, fəaliyyət eləyir. Sipah özünə bir ittilat qurumu, dadqosları özünə bir dənə ittilatı vardı, şəbəkə casusu vardı, Sipahın bir dənə, vəzarət ittilatın bir dənə, ərtəşin bir dənə, ondan sonra hərbiçilərin bir dənə, Sipahın bir dənə. Ay qardaş, belən ittilata xərcləyən adam necə rəhbərinin əmniyyətini, təhlükəsizliyini saxlaya bilməyə? Ne olubdur? Nə baş verir? Beyti rəhbəri hətta məsuniyyəti yoxdur ki, öz təhlükəsizliyini qorusun. Və bu nə cür ölkədir? Qapsız, pəncərəsiz, hər kim gəlir, atlanır ora, hər kim gəlir bu millətin malın, sərvətin niyə bərbad ediblər? Bu millətin təzəlikdə deyirlər 30 min, 40 min, biri deyir 20 min, 10 min, bilmirik. Nə qədər insanları bunlar qətlam elədilər. Hətta bunlar özlərini də saxlaya bilmir. Millətin əmniyyətini saxlayamırlar heç. Hətta özlərinin də əmniyyətini saxlaya bilmirlər. Bu necə hökumətdir? Bu günləri bir dənə qonağımız var. Ağayı Düstur Yəhyayı ki, həmişə həm veriliş aparmışıq, burada xidmətində olmuşuq, gənə də gəlibdi. Ay Düstur Yəhyayı, çox sağ olun ki, bizim dəvətimizi qəbul edib və hətta cələsöz var. O cələsəni elə mənim bu proqrama görə tərk elədiyiniz üçün sizə minnətdaram ki, gəlib bizdən həm danışıq aparırsınız. Xahiş edirəm, buyurun, sorğuma elə cavab verin. Teşekkür ederim canım Süleyman. Zaten dediğiniz kimi insan qalır əslən belə bir vəziyyətdə. Minlər uşaq hani bir 40-50 cumundan qabaq öldürüldü. Hədəf də bu idi ki, Xameneinin dediyinə görə bir kudetaydı, o kudetanın başını əzdik, vurduq, Ay dağıtdıq. Düstur, biraz zada gəlin, üstə gəlin, bağışlayın, çox aşağılıqdır sizin zadınız. İndi necə? İndi qəşəhdir. Yəni biz bilmirəm belə bir kudetaya məruz qalmışdıq, onu bastırdıq, artıq əmniyyət Axırda özü bastırdıq. Bəli, və dediyiniz kimi nə yazıq ki, özüm bastırdı. Hani nə yazıq dediyimdə Ay Xameneinin ölməsinə, öldürülməsinə mən əhəmiyyət vermirəm çox. Amma
Yani bir ayrı Bu bir memleketin millete gelip de cevapdeh olmalıydı. Biz arzumuz bu bəli, idi ki bir bravo, mahkeme bravo, bravo. kurula ona. Bəli, bəli, salihə bir məhkəmə qurulmalı idi. Ay Xameneini 40 neçə il siyasətdə və 37 ildə hökuməti, yəni mesela məmləkətin rəhbəri olaraq, məmləkətin başı olaraq o məhkəmədə mesela dadgah olmalı idi. O məhkəmədə insanlara cavab verməli idi. Tökülən qanlara qarşı cavab verməli idi. Sərf olunan pullara qarşı cavab verməli idi. Milyarlar pul, milyarlar imkan, milyarlar insan yox oldu, dağıldı. Hani milyonlar insan məcbur oldu məmləkətin tərk eləsin. Hani özlərinin dediklerine göre heç bir olar ki Danışgah Şərifin, məxsusən Danışgah Şərifdən və ya digər yerlərdən müsabiqat riyaziyyatda, fizikdə birinci olublar, onların heç bir məmləkətdə qalmadı. Bunların hamısı o iz bu izə səpələnib bu ayrı məmləkətlərdə, hələ Amerikada məşğul oldular işə. Yəni bunların hamısının cavabını verməli idi. Bu ölmək əslində Ayı Xamenei üçün bəlkə bir yerdə onu qurtardı. Amma vaqiət budur ki, 30 neçə ilin izi kaybolmaz İran'da. Ve bu mutlaka bir gün kıyabet olsa dadgahı olacak ve mahkeme de karar verecek. Ama benim tek narahatçılığım buydu işte dediğim gibi. Ayrı bir memleketin zadı gələ bizim öz memleketimizin içinde ve onun rəhbərini öldürə. Bu sevindirici bir şey değil, güzel bir zat da değil. Yani bizim buna ihtiyacımız yoktu. Hatta bu bizi bir yerde mahcur göstərir. Göstərir ki biz eləyənmirik. Biz öz özümüzü idarə eləyənmək ki ayrı adamlar gerekçələ bizi idarə edə. Mən ona görə heç də xoşhal deyiləm bu hadisə ki dünən qabağa gəlib. Bəli, Ay Süleymanı, bu hadisə indiki hadisə deyil. Bu Xordad ayının 23'ünde de bilirsiniz 12 günlük bir muharebe qabağa getdi. 12 günlük muharebede de bir sürü yerler vuruldu, əzildi, yox oldu, viran oldu filan bəhman. Elə o vaxtda, elə ilk başta neçə dənə fərmanda öldürüldü. Yani fermanda ki hani Sipah'ın başı öldürüldü, Reis Stad Erteş Bağır öldürüldü. Neçə dənə fərmandehlərdən öldürüldü. Ondan sonra Sipah'ın ikinci seçilen adamı da öldürüldü. Yani bu cinayetler axı ya bu hükümet özünü idarə edənmir. Siz bayaq müqəddəmədə dediyiniz kimi milyarlar xərclənən bir əmniyyəti təşkilatlar güvenliğini bu milletin ve hatta özlerinin bile güvenliğini koruyan millet, saklayan millet. Ve ondan sonra da zaten defalarca hem İsrail hem Amerika demişti ki biz rəhbər bizim tirrəsimizdedir. Biz istediğimiz zaman rəhbəri yok edebilirik, öldürebilirik. Yani bu bile diye ki zaten neçə müddətdə bu hani zattaydı, məxfiqatdaydı, səngərdəydi. Amma necə olmuşdu ki, indi gəlmişdi. Şimdi mən fikirlərim Süleymanı, Sazman-ı CIA ve Sazman-ı Musad Təşkilatı Əmniyyəti İsrail təhlükəsizlik beslə təşkilatları İranın her tarafına giripti. Hatta bunu yadınızda olsa fikirəm ağayı Ələvidir ki, vəzir Bəli, ittilatıdır. bəli. O vaxtda dedi ki bütün məqamat özlərindən nigaran olmalıdır ki her yere giripler. Hatta Ayı Ahmedinejad da bir kere dedi. Dedi Ayı Ahmedinejad dedi biz bu neticeye yetişiyoruz ki Musad bize bizim her tarafımızdan Əhmədinəcadın özünü də vurdular da ağay. bilmirəm indi o hər elə bir söhbət gəldi. Ama cəlibdir ki Ahmedinejad dedi ki o adamı ki biz seçmiştik o komitenin başına ki be silah İsrail'in ajanlarıyla, İsrail'in memurlarıyla mübarizəsi o özü İsrail'in adamı çıktı. Düzdür.
O Həm özü də İsrailin dəftər, həm vəzarət ittilatın zadı, dəftər zadı, miz zad deyirlər də, İsrail deyirlər. Həm bəli, sipahın ittilatının, həm vəzarət ittilatı. İkisininki də. yəni Edam oldular. Ay. bəli. Bunun bunun ictimai cəhətdən bir dəlili var. Bu da göstərir ki, həm iqtisadi, həm ictimai cəhətdən. İctimai cəhətdən budur ki, fəsad qiyaməni tutub. Hər yerdə fəsad var. İqtisadi cəhətdən də budur ki, bunlar pul üçün hər şey edərlər. Yəni pul həllal müşkilatdır orada. Yəni İsrail bunları, hani bunlar Yahudi deyirlər. Bunlar əgər bu ittilaat verirlər İsrailə, ya pul üçün verirlər, ya mən sən eləmirəm ki, ayrı bir məsələ qabağa gəlmiş olsun. Fesad camiədə o qədər yayılıb ki, bunlar pul üçün hər iş görərlər. Yəni tərəf dediğiniz kimi vəzarətxanada oturar, amma pul alar, ittilaat verir. Dünənki hadisə, dünən səhər saat 9:30-da səhər çağı Beyt rəhbəri vurulub. Beyt rəhbərdə ağay Xameneyinin hələ bəlli deyil uşaqları da öldürülüb yox. Amma vaqiət budur ki, ay hətta Dadilin qızı ki, Muştabanın arvadıdır, o ölüb. Nəbələrinin biri də ölüb. Hələ bəlli deyil, xub təbiidir, bir dənə saxtaman, Beyt rəhbəri böyük bir saxtamandır. Bütün saxtaman viran olub. Bir sürü insan orada qətlə yetirilib. Hələ ölənlər, o xırdabaş ölənləri demirlər ki, ağay düşdür. Bəli, yox heç onlar demirlər. Yəni vəzir ölüb, vəkil ölüb, falan bunları söhbət eləmirlər. Feilən hər şey Ay Xameneydi. Ay Xameneyinin ölümündən də sonra ki, zaten dünən nahardan sonraya qədər inkar edirdilər. Dünən nahardan sonra yavaş-yavaş axşama doğru dedilər ki, bəli, inna lillahi və inna ileyhi raciun. İmam Xameneyi به ملکوت اعلی پیوست deyirlər elə. Be mələkut peyvəst arzusuna yetişdi. Arzusu buydu. Şəhid olsun. Şəhid oldu. O 86 yaşında bir insanın şəhid olub olmaması nə təsiri var onu mən bilmirəm. Kaş ki şəhid olmasaydı. Kaş ki ya öz əcəli ilə ölsəydi və ya dadgahda mühakimə olsaydı. Ki İran'a bir sürü İran'da ölümlere sebep olup. Bir de Ayı Süleymani Xameneyi'nin bir tane kafiri bir sözüyle ona mahkum eləmək için. Dedi ki, cəm eləyin bu təzadı. Cəm eləyin, yani gedin vurun öldürün. Cəm konu dina. İlməsi içizə. Geldi dedi, bir sürü insanlar öldürüldü falan bakma. Böyük bir hadisədir. İran için çok üzücü bir hadisədir. Kaş ki belə olmasaydı. Ondan sonra bilirsiniz ki, bütün Pakistan'da, Irak'ta məxsusən təzahürat başladı. Səfarəti Amerikaya, konsulgeri Amerikaya həml elədilər Pakistan'da. Irak'ta da elə. Irak'ta da fikir edəməmədən hökumət nizamı olub. Çünki biləxərə Xameneinin öldürülməsiyle bəzi hadisələr qabağa gəlib. Əlbəttə İran da dedi ki, mən bunu tələf edəcəm. Güya bir neçə sərbazı Amerikayı da öldürülüb. O izdə, bu izdə. Böyük məsələ budur ki, Ay Süleymani. İran xop biləxərə müsəlman O öyle məmləkətdir. o dırnaq peymayı eləyənləri gətirərlər İrana. Bir il onlar qalaydılar o Xumeyninin zadında. Nədir? Xameneyinin üzr istəyirəm. O hökumətində görərdilər ki, millət nə əzab çəkir. O qulağı Bəli, tüylülər başa düşmürlər ki, bu müsəlman millət bu Xameneyi cinayətkardan nə çəkirlər. bəli. Ay Süleymani, mənim çox da təəccüb elədiyim bir şey var. Onu bəlkə siz köməklik edib mənə izah edə bilərsiniz. Məmulən biləxərə rejim Cumhur İslami rejimidir. 57 dana məmləkət İslamı var. Bəli. 57 məmləkət İslamı biri 3-4-ündən başqa. Məsələn, Rusiya, bilirsiniz də, Rusiya da Keşvərə İslamidə nazirdir.
Bəli. Üçün deyir, mən 25% adamlarım müsəlmandır. Rusiya məhkum eləyib, məhkum eləyib, Çin. Ayrı İslami məmləkətlərdən məhkum eləyən də yox. Acayipdir ki, İran bu hadisədən sonra bilirsiniz ki, biləxərə qonşular köməyə gələr, qonşular daha da yetişər. Qonşuların hamısına da həmlə edib. Yəni Azərbaycan Cumhuriyyəti xaric, Türkiyə xaric, o tərəfdə Şurævi Cumhuriyyətləri idi qabaqca, Türkmenistandır. Onlar xaric bütün ərəb məmləkətlərinə, cənubda şeyxlərin Hamısına, hamısına bəli. həmlə Ve edib. Ünvandan sonra hamısına. İmarata, Kuveytə bu Bəli. gün də həmlə ediblər. Və Ərəbistan-ı Suudiyə. Ərəbistan-ı Suudiyə bu fərman verib ki, nə mənə o şahzadədir ki, istir-bir-istilah. Ben Selman. Ben Selman da dəstur verib ki, ərtəşə amadebaş dəstur verib və deyib eləyində siz də əgər həmlə olunsa müqabilə bir məsl eləyin. Siz də həmlə eləyin. Yəni bəlkə Sovyet üçün Ərəbistan Suudidə bir cepha açə bilər Bəli, deyirəm. dedi mən varid olacağım. Mən təəccüb edirəm ki, İranda yəni əqli səlim yoxdur ki, siz axı bir diqqət edin görün kim Ay Süleymanı deyir biz zadı vururuq. Amerikanın paygahları. Paygahların vurur. Paygah Amerika bəli Qətərin içindədir. Paygah Amerika Bəhreynin içindədir. Onlar Bəhreynin torpağı sayılır. Onlar Qətərin torpağı sayılır. Bunlar da deyirlər ora Amerikanın torpağı sayılır da ağa edir. Deyil. O konsulgerlər səfarətxana başqa, amma o bir torpaqdır ki, icarəyə verilib, Amerikan torpağı deyil. Bu deyir mən orada olan Amerika sərbəstlərin hamısını yox eləyəcəm. Bəli, xub o məmləkətlərə dava açmaqdır. O məmləkətlərin haqqı müdafiələri var. Əvvəldə bunlar dedilər də, dedilər dünyanı biz ota çəkəcəyik. Xub ota çəkilən dünyanı ota çəkmək üçün o kapasite var mı? O zərfiyyətin var mı sən dünyanı ota çəkəsən? İqtisadın nə haldadır? Nə bilim Ay Xumeyni dedim biz o inqilabı sadir edəyək. O vaxt da dedilər. O yadımdadır mən neçə də məqalə yazıldı o vaxt. Ki qardaş sənin imkanatın vardı ki dünyaya inqilab sadir edəsən. Axı sən nəsən ki dünyaya inqilab sadir edəsən? Dünya iqtisadında Ay Süleymanlı yarım dərsə İranın səhmi var. Axı sən yarım dərsə səhm iqtisadi ilə sən dünyaya inqilab sadir edəsən. Belə olar. Əlbəttə bu xatir ki özün əmniyyətdə hiss eləsin Cumhur İslamı gəldi özünə bir istilah bir koridor qurdu. Koridor Şiə deyirdiler adına. Onu da gəldi bilmem Yemen'den, Lübnan'dan, Irak'tan, Suriye'den Hilal-i özüne Şiə, Hilal-i Şiə. Hilal-i Şiə yarattı ki bu İran içine həmlə olunmasın. Bunlar da bilirler. Əvvəla getdilər o Hilal'i yox edərdilər. Hilal'i yox edərdilər, qaldı İran ortada. Milyarlar xərclədi, Suriye'de o yüzden pullar getdi, qaldı tək tənə. İndi qalıb bu təkdən, Becəyin ki müzakirəsin, olsun, bəhs eləsin, olsun, bir diploması var, diplomatların bir hani yetenekləri var, adam indi 40 neçə ildir bunlar hökumətdədirlər. Dünən yox, İsrailin gəlməyib də iş başına. Bunların 40 neçə il təcrübədən sonra bilməlidirlər ki, kiminlə müzakirə edirlər və necə müzakirə edirlər. Müzakirə al-verdi. Müzakirə mənim dediyimi qəbul elə deyil. Müzakirə al-verdi. Bunu qəbul elərəm, amma bunu da sən qəbul elə. Və hər hal, böyük bir hadisə gedir. Dünən saat 9:30-dan İranı bastırıblar, vururlar, hələ də vururlar. İran da xub təbiidir ki, həm İsrailə, həm ayrı yerlərə muşək göndərir. Və bu nə vaxt qutaracaq, necə qutaracaq, ümid edirəm ki, İran vəziyyəti iqtisadisi elə bu onda da Ay Süleyman bayram qabağıdır. Bilirsiniz ki, bayram qabağı biz uşaqlıqdan görmüşük. Dükanlar bayram qabaqları şuluq olar. Dükanlar alış-veriş canlanar. Adamlar görsən, ilin o kasıblər, ilin 6 ayını bir geçilir, 6 aydan sonra deyirlər bayramda vəzimiz yaxşı olar. Alış-veriş çoxalar, satış çoxalar,
rəft amət çoxalar, həm misafirlər, həm bilməm o bu alışveriş sayəsində bunlar nə edirlər? Biraz pul qazanırlar. Heç elə bir bayram havası yoxdur İranda. İranda bayram havası diye bir şey yoktu. Belə bir iqtisadda Xameneinin öldürülməsiyle Ay Süleymani bir həftə hər yer bağlıdır. Tamamı dəvair dövləti, müəssisat, nəhad hamısı bağlıdır. Xub təbii başladı, hər yer bağlıdır. Bir həftə iqtisadın bağlanması siz bilirsiniz nə faciə yaradar o iqtisadda. 40 gündə əzai milli. 40 gün əzai milli bir həftədə hər yer bağlı. Axı bunun danışıqları da ki məcazi olub. Zaten danışıqların hamısı bağlıdır. Yəni geçən həftədən danışıqlar açıldı. Açıldığı gündən təzahürat başladı. Yəni camiə naaramdır. Bu camiə aramışa yetişmək üçün, gəlmək üçün, aramışa əldə eləmək üçün gərək bir təğyirat ola. Bu təğyirat ümid elərdik ki, Xameneinin ölümü ilə olmasın. Bu təğyirat camiədə millətin iradəsi ilə, millətin iradəsinin yürürlüğə girməsi ilə bir hadisə yaransın və iqtisad vəziyyət düzəlsin, sobat tapsın. İndi sabah başlayacaq. Mən Ay fikirəm siz sabah. ki deyirsiniz ki belə bu Xameneinin ölümündən olması, bax o tamam o umurati ki məmləkətdə əncam tapır, hamısı qaim be fərd rəhbəriyyət idi. Rəhbəriyyət onu hidayət edirdi. Rəhbəriyyət bu cinayətkarın ölməci gene də deyilən ki ehtimal ola ki məsələn bir dənə quşayış işlərdə ola, bir açılış işlərdə ola. Valla bu indi deyilən bu idi ki, yəni bir istilah Xameneinin ölməsi ilə heç zat dəyişməyəcək. Axı o Yəni sözdə deyirlər, amma qətən gələn mütəvəccih olacaq ki, mən bu qədər cinayətkar olmayım. Qətən dəyişəcək, mən də qəbul edirəm. Hətta Ay Ərafi bu rəis Huzeyyə Elmiyə Qumudur. Bəli. Onu gətiriblər, bəstə müvəqqət ediblər bu unvanı rəhbər. Rəhbər müvəqqət. Şurayı rəhbər də təşkil tapıb. Amma əcibdir ki, səhər çağı şurayı rəhbəri də Laricanı var idi. Ejyeyi var idi, Qalibaf var idi. Pezeşkiyan yox idi. Halbuki qanuna görə Pezeşkiyan reis-i şurayı Ali Əmniyyəti Millidir. Reis-i şura Pezeşkiyandır. Amma indi Ay Laricanı düşüb meydana. Ay Laricanı şuranın təşkilini, rəhbər müvəqqətin seçildiyini elan elədi. Yəni əmələn məmləkət indi Ay Laricanın əlindədir. Dövlətin əlindədir. Pezeşkiyanın adı çəkildi orada. Ay Pezeşkiyanın adı da çəkilmədi. Sonra dedi ki, mən hələ əsən Ay Pezeşkiyan axşama qədər yox idi bu gün. Bu gün axşam tapılıb Ay Pezeşkiyan. Dünənəcən yox idi ortada. Ona görə əməllər məmləkət düşüb Ay Laricanın əlinə. Bir yerdə sizə qatılıram mən dedikləriniza. Çünki Ay Laricanı bu gün bir şey dedi. Dedi ki, biz müzakirəmizi Amerika ilə davam verəcək. Yəni dediğiniz kimi bəlkə deyiləcək ki, bütün məsələni buraya gətirən və bizə əngəl olan məsələyə ki, qoymurdu biz müzakirədə qabağa gedək, rəhbər idi. İndi artıq rəhbər də ortadan qalxdı. Biz eləyə bilə o müzakirə edək. Elə bir ki, Amerikada da bir yumuşama var. Amerikada da bir yumuşama görünür. Yəni belə ki, əlbəttə dünən Ay Trump bir şey dedi, təəccübdür, vaqən təəccübdür. Dedi ki, əgər rəhbər də, yəni mesela nəməni nizam, əgər rəhbər də intiqab eləsə, o zadı, o rəhbəri mən gərək təyid edəyəm. Mən gərək əmələn onu, yəni eyni Iraq kimi. Iraqda necə mesela Xebrəqan əgər İranda bir rəhbər seçmiş olsa, gərək o rəhbəri mən təyid edəyəm. Yəni bundan böyük müdaxilə nədir? Yəni Cumhuriyet İslamı nə dənə inqilabını sadir eləmədi,
əmələn məmləkəti verdi Müstəmir ayı elədi. Trump'ın əlinə. Ay Trump, əgər vaqəən belə olsa ki, mesela meclis xəbərlərin rəhbəri bir nəfəri seçə və onu da ağay Trump qəbul eləyə, əmələn olur dediğiniz kimi, müstəmərə kimi bir şey olur. Və bunların hamısı bunu nişan verir ki, Cumhuri İslami muvaffaq olmadı məmləkət idarə eləməyə. Cumhuri İslami nə iqtisadda muvaffaq oldu, nə siyasətdə muvaffaq oldu, nə sudur inqilabda muvaffaq oldu, nə təmin əmniyyətdə muvaffaq oldu Süleyman. Bəli. Axı bax ki, sən bir məmləkətdə dövlətin vəzifəsi millətin əmniyyətini təmin etmək. Millətin əmniyyətini də vurub öldürüb yüzlərcə, minlərcə insanın öldürülməsi ilə təmin etmək deyil. Yəni millət adına polis, millət adına məmur intizamı, millət adına məmur əmniyyatı silah daşıyır. Amma millət adına daşıyır o silahı. Öz adına deyir, ay Xamene'nin adına deyir. Erteş'in adına deyir, Sipahın adına deyir. Bu milletin adına o silahı daşıyıb veriblər, taxıb kəmərinə. O gərək milletin əmniyyəti üçün o silahdan istifadə edir. Nəinki milləti bura şülükət edir. Bax, bu qanunda belə yazılıb. Yazılıb ki, onlar bütün məmurlar aldıqları hüquqlar həramlar olsun. O aldıqları hüquqlar, uşaqlarına yediqdıqları o çörək həramdır. Çünki vəzifəsini əncam verməyib. O millətin əmniyyətini təmin edəcək yerdə gəlib dövlətin əmniyyətini təmin edir. Dövlətin əmniyyətini təmin edilmir. Bax ki, bir məmləkətin rəhbəri vururlar, öldürürlər. Belə gündüzün gözündə nə pusa qurulub, nə bilməm bir tələ qurulub. Yox, öz məqərində, öz yerində, öz otağı işinin başında vurublar, öldürüblər. Ay Bu düşdür. məmləkətdə mən Baxın, bu vəziyyətdə deyir ki, biz rejim change eləyəcəyik. Bizim hədəfimiz bu rejimi dəyişməkdir. Dəyişməkdir, bəs bunlar kimi ay Trump deyir ki, ay Rıza Pəhləvi yaxşı adamdır, vəli layiq İran deyil. Yəni onun qüdrəti, rəhbəriyyəti yoxdur. Belə durumda bunlar bu rejimi əvəz eləyirlər. Kimi gətirib qoyacaqlar yerinə? Ay Süleymani, vaqiyyət budur ki, Rıza Pəhləvinin bir tədad tərəfdarı var İranda. Həm İranda var, həm İran eşiyində var. Tərəfdarları vardı. Hələ təbliğat ilə, pul ilə. Amma hamısı deyir, heç 20%, 30% də deyir. Xeyr, daha az da ola bilər. Yəni bir tədad tərəfdarı var. Bəlkə o birisi qurumların onun qədər tərəfdarı yoxdur. Amma bu onu məşru qılmaz. Çünki o tedadı tərəfdar əksəriyyət deyil. Bir, ikincisi, İran ay Süleymanlı, şahlıq rejimi çökəndə İranda 34 milyon cəmiyyət vardı. İndi 90 milyon cəmiyyət var. Əslən 70-80% nə şahı tanıyır, nə şahlıq rejimində yaşayır. Şahlıq rejimində bilmirik. 80% kəmi 75% şahlıqdan xəbəri belə yoxdur. Ona görə təbiidir ki, ağay Rıza Pəhləvinin zahirdə şansı var, amma əməldə şansı yoxdur. Bu bir. İkincisi, kadrı yoxdur Rıza Pəhləvinin. Kadrı yoxdur ki, məmləkəti idarə eləsin. Hangi kadrına məmləkəti idarə eləyəcək? Mənə belə gəlir ki, Amerikanın və ya hətta İsrailin hədəfi budur ki, Ərteşin içindən və ya Sipahın içindən bir qrup adam tapılsın, hətta bu milli məzhəblərdən, bilmirəm, islah tələblərdən, hətta onlar ki, bir az bəlkələri var İranın içində, onlardan bir tim düzəlsin və o tim vəsiləsi ilə bu Dövran-ı Qozar dediyimiz Dövran-ı Qozar geçsin və məmləkət dağılmadan
şirazesi birbirine dağılmadan o memleket tekrar bir hükümete sahip olsun. Məncə belə gəlmir ki, Amerika dediğiniz kimi zaten Rıza Pəhləviyə çox inandığına mən inanmıram. O bilirlər də Rıza Pəhləvinin şəxs məsələsi deyil. Zaten şahlıq dönəmi quturub. Bax, şahlıq dönəmin nə dəlili var tekrar o məmləkətə dönsün? Şahlıq nə edəcək o ki, ayrı adam eləyənməz? Cumhuriyyətin nə işgalı vardı ki, şahlıq dönsün? Əgər sən birdən orta bir cumhuriyyət qursun ki, o əhzab-ı siyasi olsun, siyasi hizblər də olar, siyasi hizblər danışqahla siyasi hizb deyib geçmə Süleyman. Hizb siyasi yəni danışqah. Millətin müşarikətini çoxaldar. Fərz edək ki, bizim Azərbaycanda bir dənə hizb-i milli Azərbaycan qurulsun. Bilirsiniz nə qədər təsir qoyar? Bilirsiniz rüşd siyasətə nə qədər təsir qoyar? Bu təbiidir. Bu eyni bu hadisə Kürdistanda ola bilər. Eyni bu hadisə ayrı yerlərdə ola bilər. Bunların müşarikəti ilə milyonlar siyasətə qatılar. Milyonlar siyasətə müşarikət elər və İran demokratik bir yol seçər. Axı indi 50 il yaxın deyəm, 47 ildir qurulan cumhuriyyət, gerçi bu İslam cumhuriyyətidir. Bu zaten şeydən də fərqi yoxdur səltənətdən. O səltənətdir, bu vilayətdir. Ay, İkisi de Süleyman, bir sual ərz edeyim xidmətinizə. 25 nəfər fəal siyasi ki zindandaydılar. Bəli. Onlar da elamiyyə veribdilər Cumhuriyyətdən müdafiə üçün. Çox maraqlısı buradır. O Cumhuriyyətdən müdafiə eləməkləri elə normal bir zatdır, bir işdir. Amma onların bir dənə zat deyiblər ki, qeyri-mütəmərkiz bir dənə cumhuriyyət istəyirik. Bax, burası maraqlıdır. Siz necə baxırsınız? Daxildən, zindanın içindən, öz də rəhbəranı bu millətdən ki, zatdır, belə bir dənə elamiyyə vermək, siz necə düşünürsünüz? İran hansı tərəfə gedir? Bax, Süleyman, İranda çox insanlar, aydın insanlar, İranı yaxşı tanıyan insanlar və İrana can yandıran insanların çoxu örfü bir cumhuriyyət istir. Örfü bir cumhuriyyət İranı xoşbəxt edə bilər. Axı, nə gərək var ki, İran dediyim 47-dən sonra dönsün dubara qabaqçı sisteminə. Qabaqçı sistemin İranı verəcəyin nəyi var? Ağay Muhammed Rıza Pəhləvi hələ yaxşı deyə bizidir. Xumeyninin məşhur bir sözü var. Deyək ki, çox da yaxşı adamıdır. Bizim dədilərimiz qəbul eləyib. Mən niyə qəbul eləyim? Yəni İranda da indi bu söhbət var da, deyək qanun əsasında yaxşı idi, şah rejimi də yaxşı idi deyək. Xub, mən indi 80% millət heç rejim Pəhləvini tanımır. Onlar aya özləri zatlarla ki, özləri intiqab eləsinlər ki, nə istəyirlər və kim istəyirlər. Bizə düşən budur ki, Cumhuriyyətin nə olduğunu izah eləmək. Ağıl bir insan, məmləkətini sevən bir insan, millətini sevən bir insan, deyər Cumhuriyyət ən gözəl intiqabdır. Ən gözəl sistem yine Cumhuriyyətdir. Da şahlıq rejimi deyil. İnsan dalıya getməz, qabağa gedər. Və ona görə mən də Rıza Pəhləvinin şansının çox böyük olduğuna inanmıram və İranda da fikirləmirəm ki, çox adam inanır. Amma ola bilər ki, bəzi şərtlərdə, bəzi şərait bir cür yaradarlar ki, biləxərə onun imkanı təbliğatı var, firəstəndiləri var, radio televizyonları var, filanı bəhmanı. Adamı təbliğ edərlər və iş başını gətirirlər. Amma adamda bu şey yoxdur. Eləyə bilsin ki, məmləkəti idarə eləsin. Məmləkəti idarə eləmək üçün müdiriyyət lazımdır. Müdiriyyət lazımdır. Bax, bu da göstərib ki, zikzak vurur. Söhbətlərində də zikzak vurur. Yəni, o cür bizə yoxdur. Yəni, o zat yoxdur ki, yetənək. Yoxdur ki, məmləkəti idarə eləyə bilsin. Məncə, hələ bu xəmir deyərlə çox su aparar. Hələ rejim elə bu insaba düşəcək deyil. Amma rejimdən də, bu rejimin də çox ömrünün qaldığına inanmıram.
Yəni düşə bilər indi Yəni münaqişə fikirləşirsiniz ki, bir seçim. dənə demokratik bir dənə İrana hakimiyyət gələ bilər? Süleyman tam demokratik olmasa belə, amma bu mərhələdən keçməlidir. Və bu mərhələdən keçməsi üçün də İranın demokratik bir düzen yaratılması üçün İranda mutlaq əhzab siyasi sərbəst olmalıdır, azad olmalıdır. Əhzab siyasının azad olması ilə məmləkətdə demokrasi yaranır. Yəni bir təşkilat, bax, ayə Pəhləvi, Rıza Pəhləvi hələ iş başına gəlmədən belə meydan oxuyur. Nə plan edirəm, baxmıram, qoymaram heç kəs. Kütlərin zatlarda həmlə deyir. Ehtimalən bizlər həmlə eləyər. Ərəblərə həmlə eləyər, ona buna həmlə eləyər. Yəni deyir, qanun əsası hər şey ondadır, qanun əsası təyin elər haqqı, hüququ filan. Bunlar hamısı göstərdir ki, bu adamda bu zat yoxdur, istedad yoxdur ki, birləşdirsin caməni bir vahidə bir mesela hani bu məmləkətdə elə bir vəziyyət yaratsın ki, məmləkətin dal qalmışlığını həll eləsin, iqtisadi vəziyyəti düzəlsin və İranda da Süleymanı, əgər iqtisadi vəziyyətin düzəldilməsi üçün millətin müşarikəti lazımdır. Həm müşarikət siyasi, həm müşarikət iqtisadi. Gəl ki, indi məsələn deyir, bir ağayı bir var sərmayədə Amerikadadır. O deyir, bilmem neçə min nəfər sərmayələri ilə yoldadır ki, ilk 100 gündə Rıza Pəhləvi qeydsə məmləkətin iqtisadını düzəldə. Yox, əslən məmləkətin iqtisadı o pulla düzəlməz. Yəni siz düşünəmin ki, pulla hər şey düzələr. Məmləkətin iqtisadının düzəlməsi üçün hər şeydən qabaq fərhəngi məsələ var. Ondan sonra zirvənayi məsələ var. Zirvənayi məsələlər nə bir gündə, nə 3 gündə, nə 5 gündə düzəldilməz. Bu zaman aparar. Hələ qeyr o fərhəngi məsələ ki, gərək beyinlər dəyişə, baxışlar dəyişə, görüşlər dəyişə. Bunların hamısı zaman istəyir. Heç zirvənayi fəaliyyətlər üçün bir neçə il gedər. Yəni o hani pul gətirirəm, məmləkətə pulun həll edərəm, olmaz. Bu tək puldan həll olunacaq bir hadisə deyil. Zaten İran heç bir zaman puldan sıxıntı çəkməyib. Şah zamanında pul var idi. Xomeyni zamanında pul var idi. Xamenei zamanında da pul var idi. Həmişə pul olub İranda. İran pulsuz qalmayıb. Amma bu dava budadır ki, İranın idarə müdiriyyət olmayıb İranda. İranda elə müdiriyyət olmadığı üçün qısa bir müddətdə fesad alıb götürüb İranı. Hər tərəfində oğulluk var, fesad var, rüşvə var. Hesab, bir hesab bankayı zat düzəldi. Bilirsiniz də o faciə oldu Ay Əhməd Necdet zamanında. Gəldilər bankayı xüsusi açdılar. Aslında bank xüsusunun bir balaca bir teknik bir məsələ deyim xidmətinizə. Bank xüsusi bilirsiniz yəni mənə. Yəni iqtisadda kontrol olunması bank xüsusi yəni faciə. Bank xüsusiyə sən 10 tümən ona pəsəndaz qoysun kasasına, o 10 tümən elə 100 tümən. 100 tüməni sürər bazara, bazarda 100 tümənlik təqaza çoxalar. O təmin olmadığı üçün qiymətdə gedər yuxarı. Hani deyə bilərsiniz, soruşa bilərsiniz, o necə 10 tüməni 100 tümənilər? Hani travel çeklər vardı da, bir ara travel çek. O travel çek yani pul paya olmadan, tolid olmadan kağıt üstünde puludur. Derbe onun payası yoktu ki. Onun poştivanı tolidisi yoktu. Onun poştivanı kızılı da yoktu. Poştivanı erzisi de yoktu. Travel çek idi, adı üstünde travel çek. Yani bankların yarattığı bir pul. Məsnun pul deyər ona biz iqtisadda. O pul əgər bir rəviyyə camiədə dolaşsa, camiənin iqtisadı bir-birinə dəyər. Zaten iqtisadın bir səbəbi də o oldu ki, iqtisad bir-birinə dəydindi. Həcm nəqdini çoxaldı, mövcud tolid ona cavab verəmədi, qiymətlər bu faciəyə döndü, şimdi dönüb. Mən fikirəm sabah bazar açılacaq. Əlbəttə bir həftə ki bağlanıb, bir həftədən sonra
Fikir edirəm doların qiyməti 200 min aşacaq. Qiyməti dolar 200 min aşacaq 170'i ki, 170 idi və də indi olacaq 100, hələ bir həftə bağlı da, bir həftədən sonra bir həftədən sonra 200 min olacaq. 200 mində eynən qiymətlər yansıyacaq. Qiymətlər o oranda gedəcək yuxarı. Bayram qabağı millət yoxsul, fəlakət, xanavadədən şərməndə, uşaqdan şərməndə, qədim yadda olsun, bayramda heç olmasa nə bilim uşaqlara bir paltar alınardı, başmaq alınardı, köynək alınardı, bir şeyler alınardı, uşaq bayram hiss etsin. Yəni bayramı hiss etsin. İndi məcbur hiss alanmır. Uşağın qarnını doyuranmır ki, ona paltar alsın. Hatta bu məmləkətdə bu ay Xameneyi bunun cevabını verməliydi. Ki, sən bu 42 ildə nə eləmişsən ay Xameneyi? Kimə xidmət eləmişsən? Millətin vəziyyətinə hardan hara gətirmişsən? Hani Farsı bir zat dedi bir zamanlar. Ma rekord zədim, ma rekord zədim. Sən nədə rekord vurmuşsun? Ay düşdür. Bu son zadı sualı verim xidmətinizə ki, indi bax bu vəziyyətdə bizim çıxış yolumuz nə mənədir? Biz Azərbaycanlıların. Biz əlbəttə bizim Azərbaycan düzdür, İranda gedən məsələlər bizə təsir qoyur, amma bu vəziyyətdə indi biz nə ayırmalıyıq? Vallahi Süleymane, her şeyden qabaq biz haqq hüququmuzu tanımalıyıq. Haqq hüququmuzu bilməliyik. O məmləkət neçə millətli bir məmləkətdir. O məmləkətdə biz haqq hüququmuzu bilməliyik və bilməliyik ki, o məmləkətin hər şeyində, dağında, daşında haqqımız var. O məmləkətin qorunması üçün bu tarixə qədər Azərbaycanlıların, Türklərin rolu olub. Hər yerdə Türklər var. Bu Türklər o məmləkəti qoruyub, saxlayıb bu günə qədər. İndi ona görə biz Azərbaycanın hər şeydən qabaq öz haqq hüququmuzu yaxşı tanımalıyıq. Heç kəsə də düşmənlik edəmirik, heç kəsə də düşmən deyirik, bütün dillərdə sevirik, öz dilimizi diğerlərindən daha çox sevirik. Özümüzü fəda eləməliyik ayrı adamlara. Bu günə qədər eləmişik, zərər görmüşük, xoş görmədik. Bu günə qədər bütün fədakarlıqları elədik. Şəhriyarın bir zadı var da, şeiri var. Ki hani siz heç bir zaman radyodan zadı da azalmadı musiqi, amma mən kipələrdə can verdim. Biz Azərbaycanlılar o məmləkətin qorunması üçün Məşəddə davalaşdıq, Həratda davalaşdıq, Cünubda davalaşdıq, orada bu izdə davalaşdıq, o məmləkəti ayaqda saxlayaq. Saxladıq da. Amma nəticədə bizə yaxşı baxılmadı. Bizim haqq hüququmuz rəsmiyyətlə tanınmadı. Ona görə həm nə Rza Pəhləviyə, nə Cumhur İslamiyə. Mən zaten Cumhur İslamini Pəhləvi rejiminin bir imtidadı görürdüm. O səltənəti də bu vilayət. Ümid edirəm ki, bu vilayət içəli vilayəti içində səltənətə təqdim eləməsin. Amma görünən o ki, vilayət Allahdan istəyir ki, əgər bir gün məcbur olsa hökuməti tərk eləsin, içəli necə aldığı adamı pəs verir. Yəni, dubara səltənətə təqdim edir. Biz bundan nəsibimizi alamarıq. Biz bundan faydalanmarıq. Bizim öz sərnəveştimizi özümüz təyin eləməliyik. Həm siyasi sərnəveştimizi, Pəs necə hizbilərimiz, təşkilatlarımız, qurumlarımız, yazıçılarımız nə iş görməlidirlər? Bax bu. Ay Süleyman, tarixdə var bizim tarixdə. Bax, İranda ictimaiyyun, ammiyyun sezbiniz, yəni sosial demokrasi idi da, Rusların təsiri altında. O ictimai ammiyyunu biz qoymuşuq. Bax, cəmiyyət qeybi deyərsiniz, Təbrizdə məşruqiyyəti. O cəmiyyət qeybi məşruqiyyəti bərpa elədi. Bütün əhsab siyasi Ədalət Partiyası, planı, zadı hamısı. Solçuluğu biz gətirmişik. Modernitəni biz gətirmişik İrana. Bunların hamısı təcrübəsi var Azərbaycanın.
Azərbaycanı başdan başlamalı. Başdan hiç başlamalı bu tadı yoktu. Ondan sonra nedir? Hizb-i Demokrat gelip, Hizb-i falan gelip Ferqe-i Demokrat'a Azərbaycan bir hükümet edeyim. Bu təcrübədir də bundan nə istəyirsən artıq? Təcrübəsi də var, hükümet edeyim. Bizim arzumuz budur ki, diğer milletlerle İran'da müşareket edək, bir müşterek bir hükümet kuraq. Ama müşterek. Ne biri birinden yukarı ne birbirinden aşağı. Müşterek. Ama bütün diller resmiyetine tanınmalı. Bütün imkanlar da bütün milletlere paylaşılmalı, verilmeli. Bizim arzumuz budur. Biz Azerbaycanlılar da bunu istiyoruz zaten. Bizim ne bir dilinle düşmançılığımız var, ne bir milletle düşmançılığımız var. Hele iftiharımız da budur ki hem öz dili, ana dilimizi bilirik, hem de Farsı dilini bilirik. Ki elbette bazılarımız ayrı diller de bilirik. Ama hiç olmasa bu iki dili biz bilirik. Farslarda bu şans da yoktur. Farslar öz dillerinden başka ayrı dil bilmirler. Ama biz ne bileyim başka türkü bilirik. Elə bilirik açık televizyon, Türkiye televizyonlarından türkü dinleşirik. Azerbaycan Cumhuriyeti'nin televizyonlarından, radyolarından filanından açık lezzet yaparak. Türk dünyasından lezzet yaparak. Bizim bu şansımızdır. Ama bizim arzumuz bu bizi İran'da yaşayan diğer milletlerle müşterek bir hükümet kurak. Ama müşterek hükümet. Nəinki biz onlara tabi olaq. Veya onların dili resmi dil ola, bizim dilimiz resmi olmuyor. Belə bir camiədə yaşamaq Azərbaycanlı için hiç de hoş değil. Axı bir dilin ne resmi, qeyri-resmi kələməsə sən kələmə qələtdir. Kələmə qələtdir. Ne demek? Yani benim Türkçe dilim qeyri-resmidir, senin Farsı dilin resmidir. Belə bir şey olmaz. Benim Türkçe dilimde resmi olsun, senin Farsı dilinde resmi olsun. Maşallah o kadar teknoloji pişreft edip ki eyni zamanda 3-4 dilde resmi olabilir. Benim ne Türkçe dilim resmi olmasın? Ona göre bu şeyler artık her şey gözden geçirilmeli ve her şeyden de qabaq bunlar dile getirilmeli. Hələ qoyacaq necə olar deyir artık. Zaman geçip. Artık etimat da yoktur. Düzdür. Artık etimat da yoktur. Bəli. Hələ bu iş belə olsun görək necə olar diye bir şeyimiz yoktur. Her şeyimiz her şeyden qabaq belli olmalıdır ve müşterek de ondan sonra hareket etmeli yok. O kadar. Çox sağ olun Ay Düşdür. Təşəkkür Siz de sağ edirəm ki, olun. gəldiniz. Burada hər nəyi açıqladınız. Bir lazımi söz əgər fikrinizə gəlir deyəsiniz. Vallahi Azərbaycan görünen o ki ümid eləyirəm ki bu müharibə, bu savaş bir an önce bitsin. Bak İran denilen o memlekette atılan bütün bombalar millete mal olmuş, milletin emeğiyle yaratılmış zirbena dediğimiz, rubena dediğimiz bilen bunlar yok ediyor. Bu bizi narahat ediyor. Hele milletin rengi azabı bir taraftan, ölümleri bir taraftan. Beyaz siz Hələ o ediyorsunuz. vurulan yerlər heç. O Ben, verilen yerlər nə qədər ben, ki, bu millətin qanınla, əməcinlə, canınla, ben, o sərmayəsinlə tikilən yerlərdir. O bombalar heç hələ. Məsələn, o iqtisadi yerlər ki vurulur, o karxanalar ki zərbə görür, sədəmə görür, hamısı bu millətin qanınla, ben, canınla. hele buna bir de bir şey de izafe edeyim Süleyman. Bak 40-47 ildir, belki 48 ildir, 50 ildir ki o memleket huşunet içerisinde büyüyor. 50 yaşında uşaqlar xuşunətlə büyüyür. Bir zamanlar xiyabanlarda zatta bir adamlara edam edirdilər gərsəqilinə. Onu görüb bir zamanlar milleti insanları parçalayırdılar. Elə rejim parçalayır, onları görüb. Bir zamanlar yüzlerce insanı bir neçə gündə öldürdülər. 2 gündə neçə min insan öldürdülər. Bu camianı xuşunətdən qurtarmaq. Bu camiə bir an önce bu xuşunətdən qurtarmalı. Bu xuşunət faciə yaradıb İranda. İnşallah Allah bu xuşunəti, bu hökuməti bizim başımızın üstündən kölgəsini götürsün. Bu Götürsün qara artık. bulutlar bizim başımızın üstündən, bu müharibə, bu vəziyyət, bu çətinlik
bu milletin, bu millətlərimizin başının üstündən çəkilsin və ədlə, Amin. ədalətlə bir hökumət yaransın və bir hamı öz taleyinə qane olsun. Öz taleyinə, Azərbaycanlı öz taleyinə, Kürd öz taleyinə, ondan sonra Fars öz taleyinə, Bəluç öz taleyinə, Ərəb öz taleyinə. Bərhal biz bir yerdə yaşasaq da öz taleyimizi özümüz müşəxəs eləyək. Təyin eləməliyik. Bəli, Öz bəli, bəli. Haqlı. iqtisadımızı, ondan ekonomimizi, ondan məktəblərimizi, ondan sonra rifahımızı, məişətimizi hamısını özümüz quraq. Bu Bəli, bəli. ən Amin. bizim Amin. millətimizin qurtuluşu və millətlərimizin qurtuluş nöqtəsidir ki, biz ona fikirləşirik. İnşallah ədlə, ədalət bərqərar olar və bu müharibə İnşallah. millətlərimizin başının üstündən həməşəlik yığışar və heç vaxt müharibə olmaz, heç vaxt insan ölümün şahidi olmayaq, heç vaxt məktəblərimizə bombalar düşməyə, ondan sonra Yanmasın, bəli. millətimiz edam olmaya, xiyabanda etiraz, haqqı hüququna etiraz etmək üçün güllələnməyə, bu faciəni Bəli. Allah lənət eləsin Xümeyniyə və Xameneyə, hər ikisinə bizə təhmil etdi. Bizim millətimizə 50 milyon, 80 milyon insana təmin etdi. Bu günləri bu əzabın şahidiyik. Sağ olun, millətimizin Siz də sağ olun. qurtuluşu və millətlərin İranda qurtuluşu görmək umuduyla sizdən ayrılıram. Sağ olun, ay Düstur Yahyayı. Çox sağ olun ki, gəldiniz burada hər hal millətimizi aydınlaşdırdınız, bəzi məlumatlar verdiniz. Sizi Allaha tapşırıram. Gələn görüşə qədər Sağ olun. Allah amanında. Sağ olun, şad qalın. Gələn görüşlərə qədər. Sağ olun. Sağ olaydı.